2 mərtəbə, 4 otaq, tam ideal təmirli, full əşyalı, 2 dənə kondisionerinə qədər hər şeyi var. Asfaltın üstü, qapıyacan asfaltdır. Əl qapısı qoyulub, amma açıb varata da qoya bilərsən. Həyətə maşın da rahat girə bilir. 2 mərtəbə, 4 otaq ev, tam əşyalı 80 minə indi. Dostlar, ana yola 160-ın yoluna cəmi 50-60 metr. Həmən yoldan da düz yanında marşrut var. Bura kombi otaqdır. Gördüyünüz kimi kombisinə qədər hamısı var. Marşrut 160 nömrəli marşrut keçir. Plus da 218 nömrəli məktəb tam evin yanındadır. Yəni 50 metr məsafədir evdən məktəbə qədər. Baxın, belə qonaq otağı, əşyalar nə görürsüz qalır. Hər şey elektronikaya qədər qalır. Yerdə istipol. Adda belə sanitar qovşağımız. Gördüyünüz kimi. Adda sanuzelimiz. Burada da paltar yuyanımız var. Bax, paltar yuyanından belə hər şey qalacaq. Görürsünüz, işləkdir hamısı da. Yer bir daha qeyd edirəm, istipoldur. Sanitar qovşağında da hamısı istipoldur. Bura mətbəximiz, mətbəx mebelinəcən hamısı qalır. Bax, mikrovolnovkalarınacən. Bu addenli bir ailə burada rahat yaşaya bilər. Yəni, bir ailənin yaşaması üçündür. Üstdə də addenli bir ailə yaşaya bilər. Üstünə tanış olaq. Üst mərtəbəyə qalxmaq üçün pilləkandır. Ehtiyac su çəninə qədər var. Dövlətin suyu var. Qazı var, işığı var. Yəni, sayğaclar hamısı qoyulub. Yaşayışlı evdə, ətrafda yaşayış massividir hamısı. Baxın, belə gördüyünüz kimi. Bir daha qeyd edirəm, məktəbə cəmi 50 metr məsafədir. 160-a 50 metr məsafə. Çox yaxın yerdədir. Yolun üstü. Bu bir yataq. Nə görsüz qalır? Bu ikinci. Burada üçüncü yataq otağımız var. Geniş otaqda əşyalıdır. Prosto bağlıdır deyə göstərmirəm. Bir də belə sanitar qovşağı. Qiymət indi 80 min oldu.